İnsanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. Mən artıq işləməyim. İnanın ki, yəni ölkəmizdə geniş şəkildə, yəni müzakirəsi də axı yoxdur. Uşaq pulu bugün sosial müavinət bilirsiniz ki, ailələrə verilir. Bəli. Hesab edin ki, həmin uşaq pulu sosial müavinət adı altında verilir. Müəyyən mənada müzakirələr olur, amma onun bugünkü gündə, günümüzdə real olması hesab edirəm ki, bu günün mövzusu deyil və müzakirə məsələsi deyil. Ümumiyyətlə, ailələr uşaqları dünyaya gətirəndə onlar düşünməməlidirlər ki, mən bugün uşaq dünyaya gətirirəm və bunun qarşılığında dövlətdən nəsə gözləməliyəm. Yəni insanlar fikirləşəcəklər ki, dövlət mənə uşaq pulu verir, mən artıq işləməyim. İnsanları bu şəkildə əməyə alışdırmaq lazımdır. İnsanları nələrdənsə asılı vəziyyətə salınması üçün yəni imkanlar yaradılmamalıdır.